Azərbaycanda yas mərasimlərində süfrə açılması və ehsan verilməsi uzun illərdir formalaşmış bir adət kimi mövcuddur. Son illər isə bu mərasimlərdə həddindən artıq zəngin və dəbdəbəli süfrələrin açılması cəmiyyətdə ciddi tənqidlərə səbəb olur. Bir çoxları bunu israfçılıq, lazımsız xərc və özünü nümayiş etdirmək kimi qiymətləndirir. Buna baxmayaraq, bəzi bölgələrdə bu ənənəni tamamilə aradan qaldırmaq hələ də mümkün olmayıb. Artıq bir sıra rayon və kəndlərdə yas mərasimlərində yemək verilməsi dayandırılıb. Yalnız sadə çay süfrəsi, çay, limon, xurma və halva ilə kifayətlənilir. Lakin bu təcrübə ölkənin bütün bölgələrində eyni səviyyədə tətbiq olunmur. Son günlər Samux rayonu və onun kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar isə ictimai marağa səbəb olub. Qeyd olunub ki, həmin ərazidə yas zamanı yalnız çay süfrəsinə icazə verilir. Bir çoxları bu addımı müsbət və təqdirəlayiq qərar kimi dəyərləndirir. Bununla belə qərarın ölkə üzrə ümumi qayda kimi tətbiq olunub-olunmayacağı sual doğurur. Ölkə Azın məlumatına görə məsələ ilə bağlı Nekomentaza açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, son illərdə yas mərasimləri ilə bağlı aparılan maarifləndirici işlər öz müsbət nəticəsini göstərməyə başlayıb. Onun sözlərinə görə, müxtəlif bölgələrdə mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq şəkildə təşkili ilə bağlı sevindirici nümunələr müşahidə olunur. İlahiyyatçı vurğulayıb ki, bu problemin tam həlli yalnız qanunlarla mümkün deyil. Əsas məsələ insanların maarifləndirilməsi, düzgün izah və mədəni yanaşma yolu ilə bu dəyərlərin cəmiyyət tərəfindən qəbul edilməsidir. Qanunların mövcudluğu önəmlidir, lakin insanların onu anlayaraq tətbiq etməsi daha effektiv nəticə verir. O eyni zamanda qeyd edib ki, israfçılıq təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy mərasimlərində baş verən israf bəzən yas mərasimlərindən dəfələrlə çox olur. Əgər məqsəd həqiqətən də israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks şəkildə yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlar aparmaq vacibdir. Din xadimlərinin bu mövzuda düzgün mövqe nümayiş etdirməsinin də xüsusi əhəmiyyət daşıdığı bildirilir. Ağa Hacıbəyli qeyd edib ki, Peyğəmbərimizin dövründə yas mərasimləri sadə formada keçirilir, əsas məqsəd isə yas sahibinə mənəvi dəstək göstərmək idi. Zamanla yaranmış bəzi adət-ənənələr bu mahiyyəti dəyişdirib. Onun fikrincə davamlı təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət tədricən bu dəyərləri yenidən dərk edəcək və yas mərasimləri öz ilkin mənasına uyğun şəkildə təşkil olunacaq.